Avqust ayında Erzurum Üniversitetindən bir studenti gətirib Naxçıvanda bir ay hazırlıq keçirmişlər, gətirmişlər və Kələkidə Əbülfəz Elçibəyin yanına 2 dəfə aparmışlar. Burada məni güllələməli idi. Onda hələ mən parlamentdə otururdum. Allah məni saxladı, onlar tutuldular. Ondan sonra faktlar var. Şimdi burada mən getdim nətərdəli, özüm attım odun işinə. Nə ola? Amma neçə dəfə mənim əleyhimə terrorlar hazırladı. Mən ki gəldim, onların xahişi ilə burada vəziyyəti düzəltməyə, bir ay sonra bunlar hamısı mənə müxalifətə keçdilər. Və bu şey yaraya bilərmi? Niyə siz məni bura dartdınız? Niyə siz məni gətirdiniz bura? Sonra niyə mənə müxalif oldunuz? Fakt var. Adam indiyə qədər həbsxanada yatır ki, Sürət Hüseynov sürü yıxmaq istəyirdi. Və Sürət Hüseynov oktyabr ayında Azərbaycanda yeni çevriliş etmək istəyirdi. Niyə haradaydınız siz? Niyə gəlib mənə kömək etmədiniz? Niyə mənim əlimdən tutmadınız? Xalq gəldi, siz gəldiniz, çox sağ olun. Millət məni dedilər. Amma onlar durmuşdular kənarda ki, qoy vursunlar görək nə olar, biz sonra nə edirik? Bilirsiniz, burada əqidə yoxdur, burada hakimiyyət xəstəliyidir bu insanlarda. Yaxud götürün o Rövşən Cavadovun, Biro Rövşən Cavadovun deyildi ki, indi bu məlumdur. Oktyabr hadisələrində də xarici xidmət orqanları iştirak edirdi. Burada həm Moskvanın əli var idi, həm Türkiyədən bəzi dairələrin əli var idi, həm də bunların əli var idi. Yaxşı, mənim canım bizdən, indi Allah bu canı verib hava istəsə alacaq. İndi bu hadisə baş versəydi, siz təsəvvür edin nə olacaqdı? Təsəvvür edin. Yaxşı, bunu da qarşılamalıdır. Başqa terror hadisələri də, mən bunları demək istəmirəm. Bu günləri bu Milli Təhlükəsizlik Nazirliyi mənə məlumatı çatdırdı, onlar yəqin yayıblar. Sürət Hüseynov ki, burada 96-cı ildə Moskvada oturmuşdu, böyük bir qrupla yarattı, yenidən çevriliş etmək istəyirdi. Şübhəsiz ki, Mütəllibovla və Rəhim Qaziyevlə birlikdə orada biz bunun qarşısını aldı. Bir tərəfdən də Sürət Hüseynovun qrupası. İndi onlardan biri ən belə faal, hansı ki, killerlə danışmışdı ki, Heydər Əliyevi necə öldürmək lazımdır. Onu bu günlərdə yaxalayıblar, ifadə verir. İndi bu günlər məlumat vermədilər. Azərbaycanlıdır. Bəli, Azərbaycanlıdır, Sürət Hüseynovun bacanağıdır. Başa düşürsünüz? Sürət Hüseynovun bacanağıdır. İndi mənə nə lazımdır ki, yaxşı, bu bir dənə canım var, mən oturum, orada, burada məni güllələyəcəklər, burada güllələyəcəklər, orada, nə bilim, mənə bomba atacaqlar, burada raket atacaqlar. Nə lazımdır mənə? Özümdə 76 yaşım var. Mən bu günlər çıxıb gedə bilərəm. Bu gün çıxıb gedə bilərəm burada. Gedib evdə otura bilərəm. Mənə başqa hiçbir şey lazım deyil. Ancaq bilirsiniz, mənim üzərimə məsuliyyət düşür. Mən bu məsuliyyəti dərk edirəm və xalqın qarşısında cavab deyəm və ona görə də mən gecə, gündüz çalışıram ki, Azərbaycanın bütün problemlərini həll edim.